Azərbaycanlı futbolçuların ən çatışmayan cəhəti nədir? Nəyə görə məsəl üçün Azərbaycanlı futbolçular bu gün dünya səviyyəsinə girə çıxa bilmirlər? Biz rəqabəti xoşlamırıq. Aha. Ən böyük problem rəqabətdir. Biz məsələn xarici ölkəyə çıxanda mental baxışlarla baxırıq orada da. Rəqabət nədir? Məsəl üçün mən oynadığım mövqedə ola bilər xaricdə 2-dən 3-dən oyunçu oynasın mövqedə. Və sən məcbursan ki, hər oyunu yaxşı oynayasan. Sən bir oyun zəif oynadın, səni məhki qoyacaq ehtiyatda. Və sənin yerinə girən futbolçu səndən yaxşı oyun nümayiş etdirsə, ola bilər ki, o səndən güclü olmaya bilər. Amma yaxşı məşqçinin belə deyim də, komandaya xeyri dəyirsə o mövqedə, başlayır onu oynatmağa. Biz də başlayırıq küsməyə, biraz mental şeylə baxmağa. Biz daha fikirləşmirik ki, da məşq eləyim, nə vaxtsa şans versə 5 dəqiqədə çıxım elə görsədik ki, qayıdım öz yerimə. Bu rəqabətdə biz düşünürəm ki, uduzuruq. Mən tamamilə razıyam. Sadəcə biraz özüm də əlavə edeyim. Mənə elə gəlir ki, bizdə o bizim futbolçular, Azərbaycanlı futbolçuların futbolçu ambisiyaları yüksək deyil. Yüksək deyil futbolçu iddiaları ki, mən biraz da bundan da yaxşı olum, biraz da gücləneyim, gedim. Sanki biraz əllərində olanla artıq kifayətlənirlər. Biz tez kifayətlənirik. Məsələn, ən yaxşı Premyer Liqdə. Məsəl üçün sizin özünüzə də aiddir bu futbolçu. Bizə özümə aiddir.